Ömür Dünyası adlı kitabın təqdimatındayıq. Sumaya xanımın əl yazmasıdır, öz bəhrəsidir, öz sinəsindən gələn burada şeirlərdir. Çox maraqlıdır. Mən açıq deyim, bir-iki şeiri oxudum, mənə çox maraqlı gəldi. Sizə uğurlar arzu edirəm. Burada rəsm əsəri mənim çox cəlb elədi. Burada təbii ki, yəqin ki 100% Qəyyur müəllimin burada işi var və bunu oxuyub bəhrələnmək lazımdır ki, niyə bu şəkil və niyə Ömür Dünyası? Mütləq bu kitabı əldə eləyin və oxuyun, bəhrələnir. Uğurlar arzu edirəm sizə. Sumaya xanım, hər zaman bax belə gözəl təravətli qalasınız və bu cür kitablardan çap edəsiniz və biz də oxuyaq, bəhrələnir. Bu günləri Əmrcanın ziyalı ailələrindən birində Sumaya xanım, yəni yoldaşı xalq rəssamı Qəyyur Yunis, şairə xanımımız Sumaya xanımın artıq 5-ci kitabıdır. Ömür Dünyası kitabıdır bu, təqdimatıdır. Mən çox sevindim, Əmrcanlı kimi. Bu bizim fəxrimizdir. Belə tədbirlərə çox sevinirəm. Əsasən də ki, öz qəsəbəmizdən olan ziyalılar, qeyd edeyim ki, məsələn, Dəmir Yumruq müəllifi Elxan Əliyev bugün bizim fəxrimizdir. Onun işğaldan azad olduğu torpaqlarda ucaltdığı bu Dəmir Yumruq hər baxanda müəllifini alqışlayıram və sevinirəm ki, bizim kəndimizdən bugün də belə ziyalılar, gözəl insanlar çıxır, fəxrimizdir. Bir də Sumaya xanım, mənim oğlum şəhid pilot kapitan Xəyyam Əliyev haqqında da bu kitabın 11-ci səhifəsində Səmaların şəhidi şeiri yazıb və ona bir klip də çəkdirim. Bu tədbirdə mən iştirak eləməyim mənim boynumun borcu idi. Mən həmişə hər yerdə deyirəm ki, mənim balama diqqət göstərənin ölənəcə mən quluyam, göstərməyənin ağasıyam. Sumaya xanım da bugün öz kitabında mənim oğlumun şeirini işıqlandırıb. Sumaya xanım, çox sağ olun, sizə minnətdarım. Bu günləri biz Sumaya xanımın kitabının təqdimatında iştirak edirik. Çox gözəl şeirləri, yazarları var. Tam şəkildə bu kitabla tanış olacağım, oxuyacağım. Uğurlar, müvəffəqiyyətlər arzulayıram Sumaya xanıma. O bizim görkəmli və sevimli rəssamımızın, Qəyyur müəllimin, xalq rəssamı Qəyyur müəllimin həyat yoldaşıdır. Yaradıcılıq həmişə bir yerdə olur. Yaradıcılar bir-birini tamamlayır. Həm də mən belə deyilir, bir rəssam ki də görürəm ki, hələ kitabın üzərində olar, mən belə başa düşürəm ki, 2 nəfər, 1 nəfəri tamamlayır burada. Sənət özünü bildirir. Təqdimatda da Qəyyur müəllimin dəstxətti də görsənir. İçərisində də, daxilində də şeirlərimizdə Sumaya xanımın əsərlərini oxumaqdan nail olaraq. Əmircan qəsəbəsində yerləşən bu gözəl, möhtəşəm Heydər Əliyev mərkəzində növbəti gözəl bir tədbirə yığışmışıq. Əmircanın xalq rəssamı Qəyyur Yunusun həyat yoldaşı Sumaya xanımın kitabının təqdimatına yığışmışıq. Kitabı varaqlayarkən orada dövlət haqqında, prezident haqqında, şəhidlərimiz haqqında, vətənimiz haqqında,
Bakılılar haqqında, Bakı haqqında, Əmircan haqqında hətta gözəl şeirləri var Sumaya xanımın həmin kitabda və tövsiyə edərdim ki, bu kitabı əldə edib oxuyasınız. Sumaya xanıma yaradıcılıq uğurları arzulayıram. Bundan sonraki günlərində, aylarında, illərində ona yeni uğurlar, yeni kitabların nəşrini səbirsizliklə çıxmağını gözləyirik. Təbrik edirəm Sumaya xanım. Bu günləri Sumaya xanımın xoş gününə gəlmişik. Ömür Dünyası adlı bir kitabın təqdimatındayıq. Bir Əmircan sakini kimi əlbəttə ki, mən də bu xoş gündə öz dəstəyimizi veririk və bu kitab təqdimatına gəlmişik. Sumaya xanımı təbrik edirəm. Çox həssas, gözəl xanımdır, həm anadır, həm gözəl sənətkarımız, xalq rəssamı Qəyyum müəllimin həyat yoldaşıdır. Mən onların evinə gedib gələn bir sakin kimi deyə bilərəm ki, əlbəttə ki, Qəyyum müəllimin burada işini gördüm və çox güman ki, həmin evdə yaradıcılıq işləri olduğu üçün Sumaya xanım da məncə bundan bəhrələnib. Gözəl şeirləri əlbəttə ki, elə belə yazmaq olmaz. Bunun üçün gözəl qəlbə sahib olmaq lazımdır. Bunun üçün dərin düşüncəyə sahib olmaq lazımdır. Və bir daha mən öz adımdan və Əmircan kənd sakinləri adından Sumaya xanımı təbrik edirəm. Ona və Qəyyum müəllimə can sağlığı arzulayıram, uzun ömür arzulayıram, yazsınlar, yaratsınlar və biz də onlarla fəxr hissi keçirək. Çox sağ olun. Mənim bu Ömür Dünyası adlı kitabın təqdimatında iştirak etməkləri üçün hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Sizə də təşəkkür edirəm ki, məni bu gündə tək qoymadınız. Gəldiniz mənim kitabımın haqqında maraqlandınız. Bu Ömür Dünyası kitabı adlı kitabımda şəhidlərdən, dünyanın fani olmağından və digər mövzularda şeirlər yazmışam. Bu 5-ci kitabımdır. İnşallah 6-cı kitaba hazırlaşıram. Ya qismət. Allah qismət eləsin inşallah. Mənə səbr versin, güc, qüvvət versin, ən əsası can sağlığı versin ki, mən də yazım, yaradım və sizlərin qarşısında şeirlərimi dinləyəsiniz. Bu kitabın üz qabığı ki var, Sumaya xanımın 5-ci kitabı. Bax, bunun üz qabığında, görürsün də, mənim rəsm əsərimdir. Burada bax necə, bir bədəndir, iki simadır. Allah insanı necə yaradır? Bədəni var, iki varlığı var. Bir cismidir, bir də ruhudur. Və cismi, ruhi bir bədəndə vəhdətdə demiş. Bu Sumaya xanımın şeirlərindəki əsas mövzu qayə insan varlığını, yəni Allahın yaratdığı insan varlığını və bu dünyada necə yaşamağını ruhən və cismən o vəhdət necə. Bax görsən, burada belə bir təəssürat yarana bilər ki, məsələn, iki üz var. Bir də bir ara sözü var da, deyir 200'lük. Yəni riyakar. Bu ondan tamam kənar bir şeydir. Çünki görsən, ikisi də eyni ruhdadır. Eyni ruhda, eyni tərzdə, hətta üzlərində bu rəmzi, bu paçlıq hissi olur. Həm cismani varlığında, həm də ruhi. Bax, ona görə bunu seçdik. Özü bunu seçəndə məsləhətləşdik də. Əsas elə bu kitabın üzünə baxanda, bu kitabında Ömür Dünya və sonra bunu içəridə oxucu, bu şeirləri oxuyanda və üz qabığındakı təəssüratla vəhdət təşkil edir. Bugünkü tədbir həqiqətən gözəl keçdi. Elə deyil. Yəni bu da indi qalacaq, siz də çəkirsiniz, qalacaq bu. Amma əsas kitab, şükür Allaha, belə deyək də, işığımız gördü və inşallah gələcəkdə uğurlar arzulayıram mən də Sumaya xanım.